لكل جعلنا منكم شرعة ومنهاجا. Bismillahirrahmanirrahim. Qardaşımız soruşur ki, bu son fitnələr barədə nə nəsiyyət edərdiniz ki, qardaşlar qarışmasın, islaha doğru geçsin. Ümumiyyətlə, qardaşlar, qeyd etmək lazımdır ki, biz bu mənhəc barədə, yəni bu günümüzdə olan bu fitnələr barədə mənhəc təbdi adı altında gedən bu məqsəd yönüllü təbliğatlara biz ilk öncədən də rəy bildirmişdik. Və biz dəfələrlə qardaşlara da çatdıq. Bu fitnə bir il, 2 il fitnəsidir, illərin fitnəsidir. Kimi tanınan dövlətlərin içinə Azərbaycana gəlib çatmışdı və Allahın izni ilə ora gec çatmağın səbəblərindən bir də məhz bizim bütün tələbələrin hamısının bir mənhəzdə, bir rəydə olması idi. Və əlbəttə ki, bir il yarım bundan öncə Mədinəyə səfərə, orada Nazratullah gəlin cəmaatı ilə, Nazratullah ilə onun cəmaatı, yəni bu təbliğatı aparan insanlarla söhbətindən sonra artıq Azərbaycana bu mənhəc geniş şəkildə təbliğ olunmağa başladı. Düzdür, biz demirik ki, bunun kökünü qamət qoydu. Bu, qamət qoymayıb bunun kökünü. Sadəcə, qamət daha da sürətləndirib. Çünki bundan öncə də altdan Misirdən və bəzi yerlərdən bu təbliğatın görsənirdi. Ancaq əlhəmdülillah bütün tələblər hamısı bir mənhəzdə olduğuna görə o şərrin, o fitnənin, fəsadın yayılmağına fürsət yox idi, imkan yox idi. Çünki hamısı bir mənhəzdə, bir əqidədə idi. Nə zaman ki artıq qamət Nazratullah ilə görüşəndən sonra, artıq bu fikri ona tam sırıyandan sonra, təbliğ eləyəndən sonra və nə zaman ki qamət artıq gəldi, başladı burada şeyxlərdən, dəvətçilərdən danışma, artıq bu mənhəcin başlanğıcı daha da genişləndi, daha da böyüdü. Və bu fitnə, qardaşlar, bizim bugünə kimi gördüyümüz içində ən şiddətlisidir. Ən şiddətlisidir, ən sarsıldısıdır. Çünki niyə görə, qardaşlar? Çünki bugünə qədər olan fitnələrdə bizim cəmaət bu qədər sarsılmamışdı, bu qədər zəifləməmişdi, bu qədər hörmətdən düşməmişdi. Hətta təkfirçilər belə bu cür alçaldıcı əməllərə əl atmamışdılar. Ancaq bugünkü günlər bu təbliğatın aparıcıları görəndə ki, əllərində bir dəlil, sübut yoxdur mənhəcə aid, mənhəcə olan xataya aid və dərhal keçirlər şəxsi məsələlərə. Və əlbəttə ki, niyə görə dedik ki, bu fitnə əvvəlki fitnələrdən daha şiddətlidir? Çünki bu fitnə bizim cəmaatı daha çox sarsıldı. Bizim cəmaatı daha çox zəiflətdi. Bizim tələbləri daha çox hörmətdən saldı. Hətta bugün vəziyyət o yerdə qalıb ki, bizim ən aparıcı, ən elmli, əxlaqlı, əməlli olan qardaşımız haqqında onların ən axırıncı olanı, yəni elmdə, əməldə, əxlaqda ən axırıncı olanı, yəni müxaliflər, bizim həmən qabaqda olan, öndər olan qardaşlarımıza heç bir usanmadan, həya etmədən hansı sözü gəldi deyə bilir. Əlbəttə ki, bu fitnə deyil, bəs nədir, qardaşlar? Əgər kimsə bunu fitnə saymırsa, o artıq onun cahillinə dəlalət eləyir. Onun bu məsələlərdə cahil olmasına dəlalət eləyir. Mən bu mövzuda sələflərdən 2 dənə misal gətirmək istəyirəm və inşallah da bununla da yekunlaşdırmaq istəyirəm. İbn Teymiyyə Rəhməhullah buyurur ki, وَكُلُّ مَا أَوْجَبَ فِتْنَةً وَفُرْقَةً فَلَيْسَ مِنَ الدِّينِ سَوَاءً كَانَ قَوْلًا أَوْ فِعْلًا. İbn Teymiyyə Rəhməhullah buyurur ki, hər bir şey
hansı ki fitnəni, təfriqəçiliyi vacib eləyirsə, o artıq dindən deyildir. İstəyir söz olsun, istəyir əməl olsun. İbn Teymiyyə Rəhməhullah bunu İstiqamə kitabında 1-ci cildin 37-ci səhifəsinə qeyd edir. Yəni, hər hansı bir məsələnin din altında gətirib yayılması, o məsələ müsəlmanların birliyinə, cəmaət olmağına deyil, onların təfriqəçilinə və bir-birindən ayrı düşməsinə gətirib çıxarırsa, o dindən deyildir. İstər söz olsun, istər əməl olsun. Eyni zamanda İmam Şatibi Rəhməhullah buyurur ki, وَقُولُ مَسْأَلَةٍ هَدَثَتْ فِي الْإِسْلَامِ وَاخْتَلَفَ النَّاسُ فِيهَا وَلَمْ يُورَثْ ذَلِكَ الْاِخْتِلَافُ بَيْنَهُمْ عَدَاوَةً وَلَا بَغْضَاءَ وَلَا فُرْقَةً عَلِمْنَا أَنَّهَا مِنْ مَسَائِلِ الدِّينِ. İmam Şatibi Rəhməhullah buyurur ki, İslamdan çıxan hər bir məsələ, hansı ki, o məsələ barədə insanlar bir-birindən ixtilaf elədilər. Və bu ixtilaf onlar bir-birinə qarşı buğd, təfriqəçilik əmələ gətirmirsə və bildi ki, bu məsələ dini məsələdir. Yəni, bu məsələ dinnəndir. Həmən bu ixtilaf dini ixtilafdır ki, insanların arasında təfriqəçiliyə aparıb çıxarmır. وَقُولُ مَسْأَلَةٍ حَدَثَتْ وَطَرَعَتْ وَأَوْجَبَتْ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ وَالتَّدَابُرَ وَالْقَطِيعَةَ عَلِمْنَا أَنَّهَا لَيْسَتْ مِنْ أَمْرِ الدِّينِ فِي شَيْءٍ. عَلِمْنَا أَنَّهَا لَيْسَتْ مِنْ أَمْرِ الدِّينِ فِي شَيْءٍ. İmam Şatibi Rəhməhullah buyurur ki, və hər bir məsələ İslamda çıxarsa və müsəlmanların arasında düşmənçilik, buğd, bir-birinə arxa çöndərmək, bir-birinə əlaqəni kəsmək əmələ gətirirsə, törədirsə və bildik ki, bu dinin buna heç bir aidiyyət yoxdur və dinin buna heç bir şey qaçacağı yoxdur. Və əlbəttə ki, qardaşlar, bu iki dənə misal açıq-aşkar göstərir ki, günümüzdə çıxan bu təcri, təbliğ, ondan sonra bu mənhəc məsələləri altında gedən bu fitnənin dinimizə heç bir aidiyyəti yoxdur. Çünki bu, açıq-aşkar müsəlmanlar arasında təfriqəçilik, düşmənçilik, müsəlmanların parçalanması, bir-birinə arxa çöndərməsi, bir-birinə düşmənçilik eləməsinə gətirib çıxarır. Bütün bunlar ona dəlalət edir ki, bu cür məsələlərin ortaya çıxması, yayılması yalnız və yalnız məqsəd yönlü şəkildə baş verən bir əməldir. Məqsəd yönlü şəkildə müsəlmanların, sələf cəmaatın parçalanmasını gətirib çıxarmaqdır. Və biz də qardaşlarımıza sonunda müraciət edib bildiririk ki, bu təbliğ, mənhəc adı altında yayılan bu fitnədən və onu yayanlardan uzaq olsunlar. Çünki bizim Azərbaycanda olan sələflərimizə düşmənçilik, təfriqəçilik, bir-birinə arxa çöndərməkdən başqa bir şey gətirməyib və bu məsələnin tam yanlış xat və qardaşlarımızı bu fitnədən və onun əhlindən çəkindiririk və çalışacaq ki, gələcəkdə də bu cür fitnələrin yayılmasına mane olaq.